Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Azedo Təhsil Portalı və Sosial Tədqiqatlar Mərkəzinin müjdə layihəsi olan Təhsilsiz verilişi ilə qarşınızdayıq. Bu gün də təhsilə dair aktual mövzuları təhsil tədqiqatçısı Elmin Nuri ilə bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük. Buyurun. Düşünürəm ki, bu gün də bizim maraqlı bir müzakirəmiz olacaqdır. Ən az ona görə ki, bu günləri Dövlət İmtahan Mərkəzi tərəfindən vacib bir məsələ ilə bağlı bilgiləndirmə edildi. Yəni, magistratura imtahanlarının vaxtı açıqlandı. Onu siz xahiş edirəm çatdırasınız. Qeyd etdiyiniz kimi, az əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən magistratura imtahanının birinci tur qeydiyyatının imtahan tarixi nə vaxt olacağı açıqlandı. Bu 15 fevralda baş tutacaq. Elə istərdik ki, bu mövzu ilə bağlı da biz efirimizə davam edək. Elmin bəy, bildiyiniz kimi magistratura imtahanında məntiq tələb edən 50 sual yer alır. Lakin məktəblərdə məntiq fənni tədris olunmur. İstərdik ki, bu mövzuya münasibət bildirəsiniz. Həmçinin bilmək istərdik ki, magistratura imtahanında hansı dəyişikliklərə ehtiyac var? Təşəkkür edirəm. Yeri gəlmişkən fürsətini istifadə edib hazırda magistratura səviyyəsi üzrə hazırlaşan həm məzunlara, həm hazırda tələb olan şəxslərə uğur arzu edirik. Yəni magistratura səviyyəsi üzrə birinci cəhd imtahanları 15 fevralda keçiriləcək, amma 26 fevrala qədər qəbul necə deyim ki, vaxtıdır. Magistratura qəbulda iştirak etmək istəyən şəxslər 26 yanvara qədər, üzr istəyirəm, azınca fevralda deyim, 26 yanvara qədər mütləq Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə öz müraciətlərini edib qeydiyyatdan keçməlidirlər. Bu öz yerində. Deməli, magistratura səviyyəsinə əvvəldən baxış bizdə müəyyən qədər dəyişsə də, yenə əvvəlki kimi olaraq, yəni elmi akademik müstəvidə kimi dəyərləndirilmir, amma bir növ dəb prizması kimi qiymətləndirilir. Məsələn, mən bir dəfə universitetlərin birində olarkən, orada müxtəlif ixtisaslarla bağlı, müxtəlif fakültələrin 4-cü kurslarından, hansı ki, onlar 4-cü kurslar və əksəriyyəti magistratura səviyyəsinə hazırlaşırlar. Hamısında masası üzərində gördüm ki, magistratura hazırlıqla bağlı dərs vəsaitləri, hazırlıq vəsaitləri var. İndi adlarını çəkməyəcəm, hərəsi bir kursun. Mən ümumi bir sual etdim ki, niyə istəyirsiniz? Oğlanların cavabı bəllidir. Onu səmimi etiraf etməsələr də. Biz bilirik həmin cavab nədir? Xanımlardan mən fərqli cavab gözləyirdim, amma onlardan da nəsə bir sönüklük hiss elədim. Başa düşdüm ki, özü sizə deyim, Mərdəm xanım, bu universitet, adını çəkməyəcəm, sizə deyim, sıradan bir universitet deyil, ha. Yəni, sizə deyim ki, abituriyentləri ən azı 450-500 balın üzərində, hətta 550 balın üzərində nəticə toplayaraq, orada tələbə adını ala biləcək bir yerdir. Yəni, hər hansı bir 200-300 ballı bir yer deyil. Yenə baxdım ki, münasibət fərqlidir. Və münasibət bəzən yoxdur. Bir şəxsin masasının üzərində qalaq-qalaq magistratura hazırlıqla bağlı kitablar var və soruşdum, adam 3 aydır, 4 ay, sentyabrdan bəri hazırlaşır, amma hədəf prinsipini özü üçün müəyyənləşdirilməyib. Yəni, bu müəyyənləşdirilməyəndə magistratura ümumiyyətlə onun üçün nədir? Anlayışına cavab verə bilmir. O, bəlkə də hansısa qrup yoldaşına müəyyən bir 4 illik rəqabətdədir, görür ki, o hazırlaşır, deyir, yox, mən mütləq hazırlaşmalıyam. İndi mən bunu istisna olaraq deyirəm, təbii ki, ümumiləşdirmirəm. Öz məqsədi, öz hədəfi olan şəxslər həddindən artıq çoxdur. Adamlar var, mən ötən illər bunun şahidi oldum, magistraturaya qəbul olurlar, deyirlər, biz bunu oxumaq istəmirik. Yəni, magistratura ilə bağlı bizdə fikir dəyişməlidir. Biz ötən illəri yaxşı bir halın şahidi olmadıq. Məsələn, plan yerləri hər iki cəhddən sonra demək olar ki, boş qalmışdı. Bəzi yerlər boş qalmışdı. Allah da verdiyi kimlərə, magistratura ixtisas seçimi eləyən şəxslərə. Çünki nəyə görə? Nə dərəcədə bərbad seçim eləsə, yenə kimsə düşəcəkdir ora. Tam əmin ola bilərsiniz bundan. Bu magistraturaya çox vacib bir istiqamətdir. Bu master pilləsidir, master səviyyədir, master leveldir. Əvvəlcə bir gənc, bir insan artıq universitetin 4-cü kursunda oxuyursa, onun həyata olan baxışı dəyişməlidir. Nəinki təhsil olan baxışı. Sözüm onda deyil. Və magistraturadakı prinsiplər bir şəxsin həyata baxışı üçün çox vacib olan predmetlərdir. Məntiqi təfəkkür, biz buna məntiq deyirik, xarici dil və informatika, dövrün tələbi. Məntiqi təfəkkür üzrə 50 sual verilir və ildən ilə qapalı sualların sayı azaldılaraq yerini açıq suallara verir. Bu da yaxşıdır.
Və məntiqin müxtəlif istiqamətləri var da. Verbal məntiq var, qeyri-verbal məntiq var və fəza həndəsi biliklər tələb edən məntiq istiqamətləri var. Bunların hər birinin gizli şuuraltı missiyaları var. Fəza, deyək ki, rebus, fəza fiqurları, şəkil münasibətləri mövzularına aid olan fənlərin, sualların insan üçün, onun beyni üçün, zehni üçün missiyası nədir? Mətnin məntiqi təfəkkürü mövzusu üçün olan missiya nədir? Yaxud şifrələr mövzusu ilə operatorlar mövzusu arasında, bunlar hamısı məntiq mövzulardır, onların missiyaları nədir? Bunlar gözəl hesablanıb, əmin ola bilərsiniz bundan. Mən məntiq mütəxəssis olmadığıma görə sizin vaxtınızı almaq istəmirəm çox. Çünki bunu daha yaxşı danışa bilən şəxslər ola bilər. Həmçinin abituriyent, üzr istəyirəm, tələbələrin özləri də internetdən bunu araşdıra bilərlər. Amma və lakin bu düzgün hesablanıb və nəticədə 50 sual ortalığa verilib. Düzdür, son bir neçə ildə birbaşa riyazi bacarıq tələb edən suallar sayı artırılıb və çətinləşdirilib. Mən buna razı deyiləm öz yerində. Çünki əksəriyyət orada olmasa da müəyyən istiqamət humanitar tərəfdən gəlirlər. Onlar təbii ki, necə deyim sizə, dəqiq elmlər üzrə oxuyan şəxslərlə müqayisədə, iqtisadiyyat profilli şəxslərlə müqayisədə həmin sualları düzgün cavab bilməzlər. Yəni, riyazi düstur tələb edən sualların sayı düşünürəm ki, azalmalıdır. Amma sizin verdiyiniz sual məsələn başqa yerdə yönəlir. Biz ümumiyyətlə məntiqi təfəkkür prizmasına, onunla bağlı sualların düzgün cavablandırmasına hazırıq mı? Çünki magistraturada bu var. Dövlət qulluğuna qəbulda bu var. Hər bir yerdə biz görürük ki, bizdən məntiqi təfəkkürlə bağlı suallar soruşulur. Və plus, başqa fənlərin də tərkibində yarı az, yarı çox məntiqə yönəlik meyarlar var. Düzdür, nə olsun fən informatikadır, nə olsun fən... Amma orada, tamam ki, şifrələr mövzusunun elementlərini elə daxil edirlər ki, adamın ruhu incimir. Bu nəyin göstəricisidir? Deməli bizdə. Məktəbdən etibarən məntiq fənni mütləq tədris olunmalıdır. Biz bu barədə çox danışdıq. İndi razılaşanlar da oldu, razılaşmayanlar da oldu. Onsuz da abituriyentlərin, şagirdlərin işi ağırdır da. Bir də məntiq niyə keçirilsin sualını verənlər də oldu. Mən çox təəssüflənirəm ki, xüsusən də valideynlər bundan çox ciddi şəkildə razı olmadılar. Kəskin şəkildə etirazını bildirdilər. Niyə? İndi baxaq. Özəl məktəblərin bəzilərində söhbət yüksək təhsil haqqı alan özəl məktəb liseylərdən keçir. Məntiq fənni keçirilir. Sizə deyim ki, burada verbal məntiqdə, qeyri-verbal məntiqdə paralel şəkildə tədris olunur və şagird təfəkkürünün inkişafına yönəlir. Onda analitik qabiliyyəti artırır. Onda necə deyim ki, bir problemə görə müxtəlif versiyalarla qərar qəbul etmə prinsiplərini gücləndirir. Hər bir şey problem o demək deyil ki, mənim kiməsə borcum olsun, mənim problem olsun. Yox. Ortaya qoyulan hər bir məsələnin həlli həm də problematikadır. Məntiq bizə problematikadan çıxış yolunu ölçədir. Biz öz valideyn olaraq, müəllim olaraq öz şagirdlərimizə niyə bu cür bu pəncərədən baxmırıq? Baxın, bax, problem bundadır. Bu günlər bizim məktəblərdə mən xahiş edirəm. Məntiq fənni mütləq keçirilməlidir. Hətta bir ara demişdilər ki, 5-ci, 6-cı siniflərdə məntiq fənni keçiriləcək və s. Bu 5 ilə 6-nı əhatə etməməlidir. 5 və 11-ci siniflər üçün məntiq fənni keçirilməlidir. Bunun üçün ayrıca kitab hazırlanmalıdır, dəstlik hazırlanmalıdır, ayrıca proqram olmalıdır və plus, Mərdəm xanım, 1-4, yəni ibtidai sinif bazası üçün isə ayrıca məntiq proqramı hazırlanmalıdır. Uşaq məntiqi mühakimələrin üzərində böyüməlidir. Məntiqi mühakimələrin üzərində böyüməyən bir şəxs əmin ola bilərsiniz ki, digər fənlərdə uğur göstərə bilməz. Düzdür, indi kimlər istəyə bilər ki, bizim uşaqlarımız illərdir ki, universitetə qəbulu 700 bal yığırlar. Magistraturada düzdür, hələ ki bizdə bu müstəqillik ərzində 100 balı tam toplayan olmasa da 95-97 bal toplayan olub. Göstərən nəticələr var. Amma bunlar, mən şübhəm var ki, burada hələ ki əzbərçilik mexanizminin də təsirləri olub. Bu gün məntiqi mühakimə bizdə 1-ci sinifdən başlamalıdır, qurulmalıdır. Onun proqramı, ibtidai proqramı ayrıca hazırlanmalıdır. Onun sonradan orta proqramı ayrıca hazırlanmalıdır. Yuxarı siniflər üçün proqram ayrıca hazırlanmalıdır. Artıq yuxarı siniflər üçün olan proqram söhbət 9-11-dən gedir. Universitetə qəbul zamanı şagirdə çox kimi olacaq. Əmin ola bilərsiniz buna. Bütün tam səmimi şəkildə deyim, mən özüm son vaxtlarda bu məntiqlə az da olsa maraqlanan bir şəxs kimi deyə bilərəm ki, sizə
elə universitet qəbul zamanı bir çox fənlərin tərkibində, istər buraxılış, istər blok imtahanlarındakı fənlərin tərkibində məntiqi mühakimələr yüksək səviyyədədir. Bu ildən ilə artır. Məktəbdə bu məntiqi mühakimələri nəzəri və praktiki cəhətdən öyrənən bir şəxs üçün əmin ola bilərsiniz ki, sonradan çox şeylər asanlaşacaq. Bu günləri siz bir sorğu keçirin, jurnalistsiniz. Magistraturaya hazırlaşan, dövlət qulluğuna hazırlaşan şəxslər arasında sorğu keçirin ki, ən çox onlar üçün arzu olunmayan predmet hansıdır? Hamısı bəlkə də bir ağızda məntiq deyəcək. Tam əminliklə bunu sizə deyirəm. Vaxt var idi bizdə müəllimlərin işə qəbul müsabiqəsində də, oranın müsabiqənin test imtahanı mərhələsində məntiq var idi. Məntiqi çıxartdılar. O zaman bütün müəllimlər sevindilər, namizədə sevindilər. Ay, nə yaxşı, məntiq çıxarıldı. Bəli. Niyə sevinməlidirlər? Bir müəllimin öz predmetinə yanaşı, fərqi yoxdur, bu fizika müəllimidir, bu tarix müəllimidir, bu ana dili müəllimidir. Lap təsvir incəsənət müəllimi olsun. İndi mən lap deməyəm, bunu kiçiltmirəm, təsvir incəsənət müəlliminin də özünə görə, öz proqramına görə böyük rolu var. Xahiş edirəm sözün səhv başa düşülməsin. Bütün fənlərdə bir sözlə bu olmalıdır. Məntiqi mühakimə insanın bir növ gizli dostu olmalıdır. Mən fizikanı tədris edirəmsə, məntiqi mühakimə mənim əlavə dostum olmalıdır. Həmçinin ədəbiyyatı tədris edirəmsə, biz isə bundan qaçırıq. Sualı uzatmıram, çünki bizim başqa suallarımız da var. Mən bunu təklif müstəvisində də yox, birbaşa xahiş müstəvisində deyirəm. Nə bilim, bir vətəndaş olaraq, heç təhsilin içində olan bir şəxs kimi də yox. Bu ölkənin bir vətəndaşı olaraq deyirəm ki, xahiş edirəm. Orta ümumi təhsil məktəblərinə məntiq dərslərini əlavə edək. Özü də əsas dərs kimi, fakultativ dərs kimi də yox. Və bu, 1-ci sinifdən başlayaraq 11-ci sinifə qədər davam etməlidir. 1 ilə 4, yəni ibtidai proqramı ayrı olmalıdır. 5 ilə 11-ci sinif proqramı isə tamam ayrı olmalıdır. Biz bugün olimpiyadalara və nazirliyin tabeliyində olan lise və gimnaziya hazırlıq zamanı görürük ki, uşaqlarımız məntiqdən çox kasatdırlar. Çünki lise və gimnaziyalarda hazırlıq zamanı, riyaziyyat deyirlər də, əslində orada məntiqi mühakimələr daha çoxdur. Məntiq müəllimləri indi hazırlıqla məşğuldurlar, onları birbaşa lise və gimnaziya hazırlayırlar. Çox təəssüf olsun ki, qərar verildi, indi yalnız 7-ci sinifə qəbul var lise və gimnaziyalara. Əvvəl 5-dən 8-ə qədər var idi. Bu da bir ayrı problem, o ayrı məsələ. Amma yenə də müəllimlər çox əziyyət çəkirdilər ki, uşaqlar məktəblərdən məntiqi baxımından çox kasat gəlirlər. Öz həmin uşaqlar sıradan uşaq deyirlər. Onların hər biri hansısa sinifin ən yaxşı oxuyandır bəlkə də. Amma müəllim deyir ki, mən onda məntiqin nəyisə başa salmaqda əziyyət çəkirəm. Figurlar olsun, bir verbal, yəni bir mətinli məntiq olsun, riyazi məntiq olsun və s. və ilə ağır, şifrəli məntiq olsun, mən əziyyət çəkirəm. Bu uşaqlar bizim gələcəyimizdir. İnanın, bu günləri dünyanın təhsil ölkələrində uşaqları var ki, Çindir, Hong Kongdur, Singapurdur, Yaponiyadır, Koreyadır. Bunlar bir məntiqi mühakiməni 10 saniyə üz üstə söküb yığırlar. Onların 10 saniyə yığdığına bəlkə bizim uşaqlar bəlkə bir neçə dəqiqə gözləyəcəklər. Axı bizim potensialımız onlardan geri qalmır. Bizim şahmat potensialımız, riyazi potensialımız göstərir ki, biz bacarsaq, həmin ölkələri demirəm qabaqlayarıq, ən az onlarla bir yan-bayan getmək gücündəyik. Bu olmalıdır. Təşəkkür edirəm fikirlərinizə görə. Digər bir mövzum isə sosial şəbəkələrdə özünü təhsil eksperti adlandıran şəxslərin saxta məlumatlarla valideyn və abituriyentləri əlavə stres yaşatmasıdır. Maraqlıdır ki, bu cür dırnaqarası ekspertlərin bu davranışlarının qarşısını necə almaq olar? Çox gözəl bir məsələyə toxundunuz. Xatırlayırsınızsa bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məlikə xanım Abbaszadə də bu barədə danışmışdı. Amma gəlin biz onları ekspert deməyək, təhsillə bağlı kommersiya işini mütəxəssis cildinə girərək həyata keçirən şəxslər deyək. Olsun, biz kiməsə bu xidməti həyata keçirmək deyə bilmərik. Onların əksəriyyəti repetitordular, əksəriyyəti hansısa kursun mənsublarıdırlar, söhbət hazır kursundan gedir. Əksəriyyəti ümumiyyətlə heç bunlar aid deyil, sadəcə mövsümün yaxınlaşdığını görərək artıq təhsil camiyyəsinə tərəf gələn şəxslərlə olsun. Hər bir halda bugün TikTok, Telegram və Instagram şəbəkələri üzərindən yeni dalğa gəlir. Nə yaxşı ki, siz bu sualı verdiniz. Mən özümə borc bilirəm ki, valideynlərlə bağlı bu barədə biz danışaq, elə sizlə birlikdə. Biz də bu cəmiyyətin adamlarıyıq. Baxın, artıq bəzilərinin bazarı
və mövsüm açılmaqdadır. Ekspert deyəndə indi yerli mediada, televiziya kanallarında, saytlarda və xəbər portallarında problemlərlə çıxış edən şəxslər yox. Bu məsələ onların marağında deyil. Tam sənin hissə deyirəm. Belə olmaz. Onlar bəlkə gülürlər. Biz nəyə görə danışır ki? Onlar bunun əvəzinə TikTokda hansısa bir xidmət ödənişli şəkildə həyata keçirib pul alırlar. Tam sənin hissə deyirəm. Elə adam var ki, adicə bir sualını cavablamaqdan ötəri əvvəlcə kartını göndərir. Və istənilən məbləğ də heç az deyil. Bəli, istədiyi məbləğlər də az deyirlər. Elə adam var ki, Mərdəm xanım, hələ nə buraxılış imtahanının vaxtı məlumdur, nə blok imtahanının vaxtı məlumdur. Hələ vaxtlarını deyirəm ha. Hələ onların cavabları nə vaxt açılacaq bilinmirik. Və bütün proseslərin ən sonunda ixtisas seçimi gəlir. Elə adamlar var ki, artıq ixtisas seçimi üçün elanları indidən verirlər. Və indidən bəli, bu beh deyirlər deyil arasında. İlkin ödəniş avans alırlar. Bu nədir? Bu nə kommersiya təfəkkürdə qurulub təhsilin üzərində. Və valideynlər də bəhbəhlə bunlara gedirlər. Adamlar var, canlı açır, müxtəlif hədiyyələr toplamaqla məşğuldular və sonradan bir video çəkərək hansısa bir xidməti, lap sualların cavablanmasını belə ödənişli şəkildə həyata keçirəcəyini bildirirlər. Özlərini belə vacib fiqur kimi cəmiyyətə satmaq istəyirlər. Təəssüf ki, cəmiyyət də buna inanır. Cəmiyyət bunlara inanır, bəli. Düzdür, indi biz hamısının adından danışa bilmərik, amma inananlar var. Bəli. Və inanıb da tələyə düşənlər də az deyil. Mən bunu sizə deyirəm. Və onlar nədir? Baxaraq, publikaya necə təsir göstərirlər? Dövlət İmtahan Mərkəzi var. Dövlətin çox şəffaf qurumlarından biridir. Amma onsuz da bir gün gec, bir gün tez cavablar, vaxtları açıqlayacaq da. Məsələn, bu günləri magistraturanın vaxtını açıqladı. Düzdür. Yanvar ayı ərzində elan ediləcək. Bəli, sabah da birisi gündə, yanvar ayı siz düz dediniz. Bir təhsil jurnalistləri bilirsiz bunları. Yanvar ayı ərzində bütün imtahanların vaxtı zaten deyilir. Buraxılışı, bloku, 9-cu sinifin ayrı, 11-ci sinif ayrı və s. və ilə axır. Qardaş, bir gün gec deyilir də, biri yazır. Bax, görərsiniz, mən dediyim vaxtı olacaq. Manipulyasiya. O dediyi vaxtı olmur. Cavablar çıxanda deyir ki, bu gördünüz, mən dediyim vaxtı oldu. Sən bunu deməmişsin axı. Bu nədir? Biz bu fala baxırıq, neyinik? Sonra ikinci manipulyasiya nədir? İmtahanlar verilir. Qardaş, qurum var da, bu onsuz da cavabları açıq elan eləyəcək. İmtahandan bir gün sonra baxışçılar əlayağa. Bax, görərsiniz, sabahları cavablar çıxacaq. Bizim cəmaat həssas cəmaatdır. İndi hamısına, necə deyim ki, böyük hörmətimiz var öz yerində. Təbii ki, bir valideyn həssas olması normaldır. Uşaq, bəli, abituriyentlərin özü ümumiyyətlə iki qat həssasdılar. Görürsən, doğrudan mı belədir? Və onlardan asılı qalırlar. Və bu nəhayət bu istiqamət özlərini, neyromarketinq bunlar kitabla bilməsələr də, fəhmi olaraq başa düşəni bilirlər. Bu neyromarketinq elementləridir bunlar. Psixoloji manevrlərdir. Artıq bunlar müxtəlif elementlərin özlərini asılı hala salırlar. Və növbəti bilgilərdə, növbəti məlumatlılıq göstəricilərində bu asılılıqdan, yaratdığı asılılıqdan, metoddan istifadə edirlər. Bunlar kommersiya işləyir. Və ən sonunda bunlar TikTokda, bunlar necə deyim ki, təhsil mühiti ilə bağlı ümumi yanaşmanı, ümumi mənzərəni, necə deyim ki, yaratmağa çalışırlar. Bu insanlara biz tam güvənməməliyik. Yenə deyirəm, kiməsə qadağa qoymaq olmaz. Təbii ki, öz qırmızı xəttini keçən, mənim əndazəsini aşan şəxslərlə bağlı ciddi tədbirlər zaten ciddi şəxslər tərəfindən görüləcək öz yerində. Necə ki, görülür də. Bunlar başqa söhbətin mövzusu. Amma biz sadəcə deyirik ki, artıq bəziləri üçün yeni bir mövsüm artıq yanvardan etibarən start verilir. Və valideynlər bu məsələlərdə çox diqqətli olsunlar. Təşəkkür edirəm. İnşallah valideynlər də bizi izləyər, xəbərdar olarlar. Daha bir mövzumuz isə imtahanların keçirilmə vaxtlarıdır. Siz imtahanların keçirilmə vaxtlarını necə dəyərləndirirsiniz? İmtahanların keçirilmə vaxtları ilə bağlı elə bəzi biz saytlarda, sosial şəbəkələrdə, təhsil səhifə qruplarında məlumatlar oxuyuruq. Adətən belə bir sual verirlər ki, yəni buraxılış imtahanları ilə bağlı vaxtlar dəyişməlidir. Məsələn, tədris proqramı tam keçirilməmiş, axı niyə bu mövzular salınır? Bununla bağlı səhv etmirəmsə, elə bəndənizin qonağı olarkən Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Xanlarzadə bəy də açıqlama vermişdi və buna aydınlıq gətirmişdi.
Mən sadəcə cəmiyyətdə, insanlarda bununla bağlı yaranan bəzi narahatlığa bir neçə qeydimi etmək istəyirəm ki, əsas yoxdur. Onu bildirmək istəyirəm. Baxın, Dövlət İmtahan Mərkəzi tərəfindən qurulan qrafik hələ ki ən ideal qrafikdir. Əmin ola bilərsiniz buna. Mən burada hər hansı bir qurumun, necə deyim ki, həm müdafiəçisi deyiləm, birincisi. İkincisi, mənim müdafiəmə ehtiyacları belə yoxdur. Sadəcə, məsələn, bu işlərlə məşğul olan şəxslərdən biri kimi, prosesləri izləyən şəxslərdən biri kimi özlüyümdə analiz edərək deyə bilirəm ki, bu qrafik çox doğru şəkildə qurulub. Düzdür. Bəzi proqram, necə deyim ki, proqramla bağlı məsələlərdə nəsə bir çatışmazlıq ola bilər. Bəli. Amma Buraxılış imtahanına qədər proqram çatdırılmır. Ən çox şikayət bundan gəlir. Amma məsələn və buraxılış imtahanları adətən mart ayına salınır, düzdür? Gəlin biz təsəvvür edək. Buraxılış imtahanları martın əvvəlinə yox, martın sonlarına salındı. Əmin olun, Məldəm xanım. Əsl xaos bundan sonra yaranacaq. Çünki qurulmuş sistem dağılır. Sistem dağılır, çatdırmaq olmur. Məsələn, proseslər arasında zəncirvari əlaqələr var. Buraxılış imtahanları keçiriləcəksə, burada bir çox suallar artıq biz görürük ki, insan əli ilə yoxlanan suallardır. Dövlət İmtahan Mərkəzindən deyilir ki, bəli, bizim o qədər markerimiz, müəllimimiz olmalıdır ki, biz buraxılışda imtahanları daha tez keçirək. Çünki imtahanları keçirdim. Hə, budur. Bu gün mən imtahanı keçirdim. Axı bu demək deyil. İmtahan keçirəndən sonra həmin şəxslər imtahan cavablarının tezləşməsini istəyəcəklər. Bu alınmır. İmtahan nə qədər gec keçirilsə, onun cavablarının təqdimi də gec olacaq. İmtahan cavablarından sonraki prosedurlar var. Onlar da gec həyata keçiriləcək və bu zəncirvari halqalar, zəncirvari effekt gələcək və ən sonda çox böyük bir xaos yaradacaq. Tam əminliklə mən sizə deyə bilərəm ki, yəni bizim hörmətli valideynlərimizdə, müəllimlərimizdə və əsasən abituriyentlərimiz özündə imtahan vaxtlarla bağlı hər hansı bir narahatlıq əbəs yerədir. Yenə deyirəm, kimlərsə manipulyasiya edə bilərlər, adını ekspert qoyanlar və yaxud da ki, təhsil mütəxəssisi qoyanlar, repetitorla məşğul ola özlərini daha üst level hiss edən şəxslər IP deyirlər də buna. Baxış sayı qazanmaqdan ötəri bunu da negativ ola kimi deyəcəklər. Amma bir problemi deyəndə, bir argumenti deyəndə onun izahı da olmalıdır. Yaxşı, mən deyərəm ki, buyur. Deyək ki, sənə belə bir Allah eləməmiş belə bir səlahiyyət verilib sənə, insan qrafiki sən müəyyənləşdir. Necə amma əsaslandırılmış şəkildə müəyyənləşdir ha. Nəyə görə belə? Bəli, qarşısına rəqəmlər demə. Məsələn, deyək ki, buraxılış imtahanı martın sonu, aprelin əvvəlinə salınır, niyə görə belə? Və buraxılış imtahanından sonraki sistem var. Bloklu azadlar gələcəklər. Niyə görə belə? Bunlar hələ bilmirlər ki, təkcə blokun 2 dənə cəhdi var. 2 cəhdi var. Və 2 cəhddən sonra bütün məsələlər həll olunur. Bunlar və artıq mart ta ki avqust ayları artıq sırf bir-birini izləyən qrafik şəklində gedir. Bu, hər hansı bir sıravi bir insan üçün, iş təhsillə bağlı olmayan insan üçün adi gələ bilər. Bu aylar arasında çox böyük məsafə kimi görünə bilər. Amma birbaşa qəbul proseslə məşğul olan insan görür ki, mart ayı ilə avqust ayı arasında bir göz qırpımı qədər məsafə var. Əmin ola bilirsiniz. Çünki hadisələr bir-birini elə izləyir ki, nəyizin yerini oynatmaq mümkün olmur. Sadəcə demək nədən ibarətdir? Yəni, heç olmasa bu məsələdə biz insanları təşviş yaratmayaq. Əmin ola bilərsiniz. Buraxılış imtahanına gedənlər həssas, düşüncəli, yeniyetmə və gənclərdirlər. Onları bu məsələni yükləsək, əgər sən indidən gedirsən, proqram tam keçirilməyib, nəticən yaxşı olmayacaq düşüncəsindən bu getsə, onsuz da nəticəsi yaxşı olmayacaq. Onsuz da buraxılış imtahanlarının nəticələri bizdə çox şey həll edir. Çünki bloklar biraz çətin şəkildə həyata keçirilir. Onsuz da abituriyent əsas göstəricilərini bir çox abituriyentlər buraxılışın üzərindən yığırlar. Buraxılışda səhv suallar doğru sual aparmadığından daha rahat keçir. Yer gəlmişkən, keçən dəfə də bu məsələ qaldırıldı. Mən hələ ki fürsətdən istifadə edirəm Mərdəm xanım. Sizinlə də bu barədə danışmışdıq. Buraxılış imtahanlarında hələ ki 4 yanlış sualın bir doğru cavabı aparılması ehtimalla belə razı deyiləm. Təbii ki, bu fakt deyil, bu rəsmi qərar deyil, bununla bağlı söhbət belə getmir. Sadəcə bir subyektiv ehtimal olaraq da belə hələ ki bunun doğru olmadığını düşünürəm. Çünki hələ ki biz buna hazır deyilik. Bugün bizdə
buraxılış imtahanlarının daha da yumşalmasına ehtiyac var. Nəinki onunla bağlı hansı bir tələbin daha da sərtləşməsi. Amma Elmin bəy, biz çox vaxt müşahidə edirik ki, abituriyentlər buraxılış imtahanına daha rahat şəkildə hazırlaşırlar ki, onsuz da səhvim düzmə aparmayacaq və yaxud da biz indi onların dilinə desək, orada variantları atıb tuturlar ki, nə tutar. Bu sistemi dəyişmək üçün ehtiyac yoxdurmu? Yox, nəyə görmədiyim ehtiyac yoxdur. Demirəm ümumiyyətlə ehtiyac yoxdur. Mən deyirəm ki, hələlik ehtiyac yoxdur. Ən azı 5 il, 6 il üçün buna ehtiyac yoxdur. Nəyə görə? Çünki biz burada, hələ ki biz burada təfəkkür elementi olaraq deyirəm ki, və məzmun standartları olaraq deyirəm ki, keçid mərhələsindəyik. Bizdə Dövlət İmtahan Mərkəzinin, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məzmun standartları əsasında qurulan sualları ilə məktəbə keçirilən tədris arasında müəyyən deyil. Bir çox fərqlər var. Bir çox şeylər var da, necə deyim ki, uyğunsuzluqlar var. Çünki dərs məzmun standartlarına görə keçirilmir, suallar isə birbaşa məzmun standartlarına görə hazırlanır. Biz belə bir etapda abituriyenti həmin məzmun standartlarını dostlaşdırmalıyıq. Mən təşəkkür edirəm Dövlət İmtahan Mərkəzinə də, Nazirliyə də. Son 2 ildə buna gedilir. Və bunun səbəbindədir ki, son 2 ildə buraxılışların nəticələri qalxıb. Amma və lakin biz bu həssas etapda, bunlar hamısı hesablanmış məsələlərdir, bunlar heç bir şeylə belədən deyil. Biz həssas etapda durub abituriyentin üzərinə düşsək, bununla bir qadağa qoysaq, ciddi bir xaos yaranar. Bəlkə plan yerlərinin çoxusu elə dolmamış qalar. Çünki nəyə görə? Əmin ola bilərsiniz, məsələn, bu illər daha çox oldu. Elə bilirsiniz ki, buraxılış imtahanlarında yəni gül-gülü, bülbül-bülbülü çağırılır. Qətiyyən elə deyil. Bu illər daha çox, məsələn, 100 bal keçməyən, bütün qruplar üzrə 100 bal keçməyəndən sonra daha çox oldu. Baxmayaraq ki, sual o qədər çətin deyildi. Maraqlıdır mənə. Bir abituriyent gəlir, o deyir ki, buraxılış imtahanı çox yaxşı oldu. Özü onun qiymətləri 4-5-dir ya. Çox yaxşı oldu. Mən 300 bal toplamağa cəmi bir 40-50 balım çatmadı. Deyək ki, 246 bal toplayıb. Digəri gəlir ondan sonra. Onun da qiyməti 4-5-dir. Yox, buraxılış imtahanları elə çətin, belə çətin. Bu adam 100 bal toplaya bilməyib. Belə bir qayda var da, bilirsiniz də. Buraxılış imtahanlarında da 100 bal toplaya bilməyən şəxslər üçün yalnız və yalnız el arasında 150 ballıq dini ixtisasların seçilmək hüququ var. Bu da yəni dövlət tərəfindən onlara verilən bir şans fürsətdir. Əslində qaydaya baxanda buraxılışdan 100 ballıq nəticəni toplamayanlar, yəni ümumi nəticənin 1/3-ni yığmayan şəxslər sonraki mərhələyə buraxılmamalıdır. İxtisas seçmə buraxılmamalıdır, o heç. Amma bunlara şans verilir. Deyək ki, birinci qrupda bir 9-10 ixtisas var ki, onları seçə bilirlər. Zoo mühəndislikdir, agrokimyadır, agronomluqdur, yer quruluşu və daşınmaz əmlakın kadastrıdır. Hamısını saymıram. Şərabçılıq, balıqçılıq kimi ixtisaslardır, meşəçilik. İkinci qrupda biznesin idarə edilməsidir, marketinqdir, turizm işinin təşkilidir və turizm işinin təşkili kimi ixtisaslardır və turizm bələdçiliyidir. Üçüncü ixtisas qrupunda bəllidir ki, bu muzey, arxiv işi, abidələrin qorunmasıdır, bir də sosial işdir. Bu kimi ixtisaslar var ki, ümidlər bəzilərində bunlara qalır. Xüsusən də, məsələn, bu illər ikinci qrupda mən daha çox gördüm ki, buraxılış imtahanı 100 ballıq həddə keçirilməyib. Deməli, biz hələ də tam hazır deyilik. Hələ də vəziyyət o qədər də qənaət bəxş deyil. Hələ də bizim uşaqlarımızın bir çoxusu 100 ballıq həddi belə keçməyib. Və 100 ballıq həddin belə keçirilmədiyi müsabiqədə durub nəyinsə əlavə bir tələb şərt kimi irəli sürülməsi biraz ağır qərar olar deyə düşünürəm. Aydındır. Təşəkkür edirəm bugünkü açıqlamalarınıza görə, maraqlı müzakirəmizə görə. Mən təşəkkür edirəm. Davamlı olsun inşallah. İnşallah. Bir də uğur arzu edirəm, özür istəyirəm. İstər magistratura imtahanlarında, istər bakalavr imtahanlarında ki, bütün gənclərə uğur arzu edirik. Bəli. Azedo Təhsil Portalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə layihəsi olan təhsilsiz verilişi ilə qarşınızdayıq. Bu gün də maraqlı müzakirələrimiz oldu. Görüşənədək.